2026-cı ildə 5 dövlət proqramı üzrə Səhiyyə Nazirliyinə 91,1 milyon manat vəsait ayrılması nəzərdə tutulur ki, bu vəsait sözügedən dövlət proqramlarının 2024-cü ilin icrası ilə müqayisədə 22,8 milyon manat və ya 33,3%, 2025-ci ildə ayrılmış vəsaitlə müqayisədə isə 16,5 milyon manat və ya 22,1% çoxdur. 2023-cü, 2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlər proqramı üzrə ayrılması nəzərdə tutulan vəsait 2024-cü ilin icrası ilə müqayisədə 10,7 milyon manat və ya 44,4%, 2025-ci il üçün ayrılmış vəsait üzrə isə 6 milyon manat və ya 21,1% çoxdur. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, uşaqların 90%-nin üzərində peyvəndlə əhatə olunması hər bir ölkənin əsas səhiyyə göstəricisi hesab olunur. 2026-cı ilin sonunda uşaqların 95%-nin peyvəndlərlə əhatə olunması təsbit olunmuşdur. Qeyd olunan göstəricilərə nail olunması, uşaqlar arasında ölüm hallarının qarşısının alınması məqsədi ilə sözü gedən tədbirə vəsaitin artırılması mühüm əhəmiyyət kəsb edir. 2025-ci ildə olduğu kimi, 2026-cı ildə də sümük iliyinin transplantasiyasına ehtiyacı olan şəxslərin Respublikadan kənarda əməliyyatlarının aparılması və zəruri tibbi xidmətin göstərilməsi məqsədi ilə 5 milyon manat vəsaitin ayrılması planlaşdırılır.